Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz El-Akidetul Vasitiyyə kitabını devam edirik ve sonundayıq kitabın. Müəllif rahmehullah İbn Teymiyyə rahmehullah deyir ki, Əhl-i cemaatın üsullarından danışanda onlar üsullarını bildirəndə və onlar yaxşılığa əmr edirlər, pislikdən çəkindirirlər. Sonra insanların fəxir və yaxud da xoyələlər kimi, xoyələ kimi insanlara yuxarıdan aşağı baxmaq. Bu şeyləri insanlara qadağan edirlər, gözəl, uca əxlaqları əmr edirlər, səfsəfi, yəni aşağı, haqir sözləri qadağan edirlər. Və bunların hamısını və kullu mə yəqulunehu əhl-sünnə dedikləri bu sözlərin, etdikləri bu sözlərin hamısı bu və bundan başqa olan, yəni kitabda oxuduğumuz və bundan başqa olan sözlər Quran sünniyə tabi olaraq edirlər bunu onlar. Yəni bunlar bu şeyləri dedikdə də, etdikdə də. Onların yolu İslam yoludur ki, hansı ki Allah Teala Muhammed sallallahu aleyhi ve selləmi o yolundan göndərmişdir. Yəni bu əhl-sünnənin yoludur. Lakin o vaxt ki Allahın Resulü sallallahu aleyhi ve sellem xəbər vermişdi ki, onun ümmətinin 73 firqəyə bölünməsi barəsində demişdi ki, hamısı cəhənnəmdədir, yalnız birindən başqa. Demişdi, o da əl-cəmaə, cəmaatdır. Başqa rivayətdə demişdi ki, mən və sahabələrim bugün nəyin üzərində isə də, onlar da odur, onun üzərində olanlardır. Yəni həmin o nicat tapan firqə barəsində danışanda. Kimlər ki, xalis İslamdan olduğu kimi yapışıblar, orada heç bir ləkə, orada heç bir şübhə yoxdur. Yəni bunlar əhl-i-sünnə və cəmaatdır. Bunların içində siddiqlər var, şəhidlər var, salihlər var, hidayətə dəvət edən məşhur kəslər vardır. Onlar zülmət gecədə işıqdılar, lampadılar, belə deyim, biləsiniz, sıracdılar. Onların təsir edici, ibrət alıncı mənaqibləri var, etdikləri yəni əməllər vardı ki, yadda qalan, bilinən fəzilətləri, zikr olunan fəzilətləri vardı ki, onlarda alimlər vardır. Və fihimul əbdəl, onlarda din imamları vardır. Yəni əhl-i-sünnə cəmaatdan söhbət gedir də. Hansılar ki, müsəlmanlar icma ediblər alə hidayətihim və dirayətihim və humut taifətul mənsurətul ləzinə qalə fihumun nəbi sallallahu aleyhi ve sellem. Müsəlmanlar onların hidayət üzərində olmaqları, dirayətləri barəsində olması barəsində icma ediblər ki, onlar taifətul mənsuradır. Hansılar ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onlar barəsində demişdi ki, لا تزال طائفة من أمتي على الحق منصورة لا يضرهم من خالفهم ولا من خذلهم حتى تقوم الساعة. Ümmətimdən haqq üzərində olan bir tayfa olacaqdır, qələbə çalmış tayfa olacaqdır. Onlara müxalif olan kəslər, onlara ziyan vermiş olmayacaqlar və yaxud da ki, onları tərk edən kəslərdir. Kim onları tərk edəcək, kim onlara müxalif olacaq, onlar heç bir zərər verməyəcək bu şey. Hətta qiyamət saatı qopana kimi. Sonra müəllif rahmehullah mətni belə bitirir. Deyir, Allah azza və cəllədən istəyirəm ki, bizləri o kəslərdən eləsin, bizlərin qəlbinə hidayət verdikdən sonra azdırmasın, öz tərəfindən bizə rəhmət bəxş eləsin, o bəxş edəndir, vallahu aləm. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəsirə. Mətni rahmehullah burada bitirir. Şeyx Zeyd rahmehullah mətnə şərh verərkən bildirir ki, şək yoxdur ki, kim ki bu səhih əqidəni etiqad edir və ibadət şüarlarını yerinə yetirir, özləri ilə Allah arasında, Allahın qulları ilə özləri arasında olan müamilələri gözəl müamilələrdir, gözəlləşdirir. Bundan başqa olan əzəmətli sifətlərdə həmçinin onlar
pis sifətlərdən uzaqdılar. Bunlar Allahın kitabı, Azza və Cəllənin kitabına, Muhammed sallallahu aleyhi ve sellem sünnəsinə tabi olan kəslərdir. Söhbət burada Əhl-Sünnə və cəmaatdan gedir. Onlar dəlillərdən gələn, Quran sünnədə gələn hər bir dəlilləri əməli olaraq tətbiq edirlər, ondan kənara çıxmırlar. Çünki orada həmin o dəlillərdə kamillik vardır, xeyir, kifayət lazımı qədər xeyir vardır. Allahın kitabı və Nəbi sallallahu aleyhi ve sellem'in sünnəsi, onlar insanların dəvəti, xeyir əməllərə olan dəvəti üçün əzəmətli bir məslərdir. Onlar üçün, insanlar üçün həmin ən yaxşı olanı, ən pak olanıdır. Ən gözəl olanıdır. Həmin o Quranda da, sünnədə də şərli əməllərdən, sözlərdən, əxlaqlardan çəkindirmək vardır. Əhl-Sünnə və cəmaat, onlar tabi olanlardır, bidət edənlər deyirlər. Bidət edənlər ucuzdular, tabi olanlar isə nicat tapıb qazandılar. Əhl-Sünnə və cəmaatın yolu, yəni burada onların yolu İslam dinidir, hansı ki Muhammed sallallahu aleyhi ve sellem onunla göndərilibdir. Yəni Əhl-Sünnənin yolu, onlar İslam dinindən Allah Teala istədiyi kimi Rasulullah sallallahu aleyhi ve sellemin nəhci üzərində, mənhəci üzərində orada möhkəm yapışıb və ondan gedənlərdirlər. Bu onların batində də, zahirində də, əqidəsində də, əməlində də olan yoludur. Onlar Ət-Taifətü Nəciyyətül Mənsuratı bütün zamanda və məkanda nicat tapmış, qələbə çalınmış tayfadır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə bildirmişdi ki, ümmətim 73 firqəyə bölünəcəkdir. Səhih bir hədisdir bu. Və burada 72-sinin həlak olan bir firqə olduğunu bildirir. Biri isə nicat tapan firqədir. Nicat tapmış tayfa, o bir dənəsi, o nicat tapmış tayfadır, qələbə çalmış nicat tapmış tayfadır. Onlar cənnətlə zəfər çalıblar, cəhənnəmdən isə nicat tapıblar. Cənnətlə nicat tapıblar, cənnəti qazanıblar, cəhənnəmdən isə nicat tapıb qurtulublar. Onlara xoş olsun, xoş onların halına, onların gedəcəyi yer nə gözəl yerdir. Muhammed sallallahu əleyhi və səlləm ümməti iki qismə bölünür. Dəvət ümməti və cavab ümməti. Ümmətü dəvə deyirlər, bir də ümmətü icabə. Dəvət ümməti kimlərdir? Muhammed sallallahu əleyhi və səlləm göndərildikdən kimlərə ki göndərilibdir, yəni bütün yer üzündə qiyamətə kimi olan insanlara göndərilibdir, bilirsiniz. Muhammed sallallahu əleyhi və səlləm, bunlar hamısı dəvət ümmətidir. İcabət ümməti də dəvət ümmətinin tərk edib onlardan ayrılanlardır. Yəni Allah və Rasuluna cavab verənlərdirlər. Onlar dəvət olunublar və cavab veriblər. İcabət ümməti də 73 firqəyə bölünübdür. Bunların hamısı cəhənnəmdədir. Biri nicat tapandır, birindən başqa. Bu iki hədisdə bunlar zikr olmuşdur. Birincisində demişdik ki, onlar cəmaatdır. Hansılar ki, haqq üzərində cəm olurlar, onu bilirlər, ona əməl edirlər, insanlara o haqqı öyrədirlər. Onların müsəlman başçısı olduqda onun ətrafında cəm olurlar, ona itaət edirlər, məruf olan şeylərdə öz başçılarından əminliyi onlardan faydalanırlar, əminliklə, salahlıqla, islah eləməklə, dini və dünyavi işlərdə islah, salah və əminliyin nədir? Olmasından faydalanırlar öz başçılarından. Bu 72'si cəhənnəmdədir dedikdə, Peyğəmbər sallallahu əleyhi və səlləm bildirmişdi ki, bu 72 cəhənnəmdədir. Yəni bu 72'si hamısı bir dərəcədə deyil. Yəni onlar da öz aralarında fərqlidirlər, düşdükləri bidətlərə, xatalara görə, dinə olan müxalifliklərinə görə. Bəzilərinin bidəti onu İslam dairəsindən çıxarır. Əgər onun üzərində olarsa, ölərsə, kafir və müşrik kimi ölür. İslam'a qayıdarsa da, tələb olunan da budur. Elhamdülillah, yəni qayıdarsa heç. Amma qayıtmazsa da, o şey üzərində ölərsə də İslamdan çıxır.
Bəzisinin bidəti isə İslam dairəsindən çıxartmır. Fasiq olur və iman naqisliyi ilə mömindir. Allahın istəyi altındadır. İstəsə ona əzab verər, istəsə onu əfv edər. Əzab versə, onun həmin kəsin etdiyi cinayətin miqdarı qədər verər. Sonunda gedəcəyi yer cənnətdir. Bunda şək yoxdur. Çünki kafirlər böyük küfür, böyük şirk, etiqadi nifaq, münafiqlik edən və ilhad, ilhad küfrün növlərindən də Allahı inkar edənlərdir. Yəni bu İslamdan çıxaran bu şeylərdən başqa heç kim cəhənnəmdə əbədi qalmayacaqdır. Yalnız böyük şirk edən, böyük küfür edən, etiqadi nifaqlıq edən və ilhad edən kəslər əbədi olaraq qalacaqlar. Amma Taifətü Nəcətül Mənsura, bu tayfaya gəldikdə, nicat tapmış, qələbə salmış tayfa, onlar nicat onlar üçündür, onlara od toxunmayacaqdır, heç onun səsini belə eşitməyəcəklər. Allah Subhanahu taala onları od dəymədən, onlar cəza çəkmədən onları cənnətə salacaqdır. Bu nicat tapmış, qələbə çalmış tayfadır. Quran bu qismlərə işarə edərək bildirmişdi ki, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ. Kim Allah'a və Rəsula itaət edərsə də, o kəs, itaət edən kəs, yəni kəs və kəslər, yəni kəs deyir, hamını şamil edir burada. Onlar Allahın nimət verdiyi kəslərlə bir yerdədir. Kimdir Allahın nimət verdiyi kəslər? Nəbilər, siddiqlər, şəhidlər, salihlər, bunlarla bir yerdədir. Və hasuna uleyke rafiqə, nə gözəl dostlardır yəni bunlar. Bunlar hamısı cənnətdədir, onlara od dəyməyəcəkdir. Onların imamları da rəsullar, nəbilərdir. Onlardan sonra gələn siddiqlərdir. Onlar rəsulları təsdiqləyiblər, tərk eləməyiblər, heç bir şəkk eləməyiblər. Nə gəlib rəsullardan təsdiq ediblər. Şəhidlərdir ki, hansı ki Allah yolunda şəhid olublar, Təbərək və Təala yolunda. Və kim ki şəhid olaraq dünyasını dəyişibdir, hətta döyüş meydanında olmasa belə, necə ki buna dəlillər varid olmuşdu, bura daxildir, şəhidlər vəsfinə daxildir, yanaraq ölən kəs, bataraq, sonra qarnında problem olub ölən kəs, qarın ağrısı və yaxud da ki, bağırsağı, mədəsi, qaraciyər, daxil orqanlarından ölən müsəlman axirət şəhidinə aiddir bu zikirlədiklərimiz. O qadın ki, doğuş vaxtı dünyasını dəyişib. Şərt odur ki, bu iman əhli olmalıdır. Bunlar iman əhli olmalıdırlar. Yəni, bu halda bunlar axirət şəhidləri sayılır. Dünya şəhidləri kimdir? Allah yolunda qılıncla öldürüləndir. Yəni, o kəs nə yuyulur, nə kəfənlənir. Cənazə namazı qılınmır. Qılsan da, qılmasan da işgal yoxdur, amma qıla da bilərsən. Yəni. Bütün hallarda yumur, kəfənlənmir, cənazə qıla bilərsən və elə basırlar. Yəni, çünki onların günahı ilə qılınc onlara dəyən kimi günahları silinir hamısı. Subhanallah. Sonra salihlərdir ki, bütün o salihləri cəm edir burada, hansı ki, bütün salih qulların hamısını cəm edir. Hansı ki, onlar nicat tapmış, qələbə çalınmış tayfadırlar. Onların içində alimlər vardı. Burada əbdəl dedikdə qəsd olunan ennəhum əbdəlül ənbiyə. Yəni, peyğəmbərləri əvəz edənlərdirlər. O mənada ki, onların dəvətini insanlara çatdıranlardılar. Onların məqamında, dəvət məqamında duranlardılar. Yəni, onlar da həmişə vardır. Demək, leysu minəl mu'damin ellezine la yu'rafu lehum haqiqatun. Kullun minhum yaqumu məqaməl ənbiyə fil qadri ləzi nələ anhum fihi. Hədə fil ilmi vəl məqal. Yəni, kimlər ki, elmdə və məqaldə nələr ki, əldə ediblər, bunlar hamısı o miqdarda peyğəmbərlərin məqamında dururlar. Yəni, dəvət, həqiqi olaraq bu dəvəti, yəni insanlara çatdırırlar. Və hədəf bəzisi elmdə, bəzisi məqaldə, bəzisi ibadətdə, bütün hala uyğun olaraq yəni. Və hədəfil əmreyni cəmiyyən, bəzisi hamısını özündə edir.
وقد قيل في معنى الأبدال همسın əbdəl mənasında deyilibdir ki, İnnəhum əlləzinə bəddəlu seyyiəti bil həsənət. Pislikləri yaxşılıqlarla dəyişənlərdilər. İllə, necə ki Allah Teala da deyir, illə mən təbə və əminə və amilə salihə. Kim ki tövbə edər, iman gətirər, salih əməl edər. Fə uləykə yubəddilullahu seyyiətihim həsənət. O kəslərin Allah Teala pisliklərini yaxşılıqlarla dəyişir. İnsan tövbə eləsə, iman gətirsə, salih əməl eləsə, etdiyi pisliklər hamısı yaxşılıqlarla Allah Teala dəyişir. Onların içində imamlar vardı, mücəddidlər vardı. Mücəddid hər ilin başında, 100 ilin başında bir mücəddid olacaq, dini yeni təzəliyən. Yəni dəvətə aparan, dini təzəliyən o mənada ki, insanlara olduğu kimi dini çatdıran olacaqdır. Onlar elm, onların da elm qavları da, elm onlardan götürülür, onun süfrəsindən götürülür. Allaha dəvət edənlərdir, Allah yolunda cihad edənlərdir. Bunlar hamısı, bu siniflər hamısı hansı ki Nisa surəsində qabaqda zikr elədik, gəlmişdir. Sonra duasını oxumuşduq axırıncı xətim edəndə kitabı müəllif rəhməhullah. Deyir bu dua hansı ki vəccəhə bihil müəllifu rəhmənəllah və iyyəhu, yəni Allah bizə də ona da rəhm eləsin, hansı ki bu duanı yönəltmişdi. Risalənin sonunda və mübarək bir dua eləmişdi ki, Allah Teala'dan istəyirik ki, onun duasına cavab versin. Kim ki o duanı deyibdir, oxuyubdur, eşidibdir, hamısının duasına cavab versin. Bu alimlərin yoludur. Onlar özlərinə və özlərindən başqalarına hər bir münasibətdə dua edirlər. Allah Subhanahu Taala'dan haqq üzərində sabitlik istəyirlər. Batildən afiyət istəyirlər. Allah Teala'dan cənnət istəyirlər. Cənnətə yaxınlaşdıran söz və əməllər istəyirlər. Cəhənnəmdən Allaha sığınırlar. Cəhənnəmdən uzaqlaşdıran söz və əməlləri Allahdan istəyirlər. Həqiqətən li'annəl müəllifinə fi fənnil i'tiqad, etiqad fənnində kitab yazan alimlərdən hansılar ki, onlar sələf salihin yolu üzərindədir. Onlar qələbə çalmış, nicat tapmış tayfadandırlar. Nəsihət əhlidirlər özlərinə və özlərindən başqalarına. Genel üçün Allah bilir. Allah Teala'dan istəyirəm ki, bu risaləni bizlər üçün də, başqaları üçün də bərəkətli eləsin. Gələn səfər inşallah başqa bir risalə seçib götürərik.